Bəs imtahanlarınız necə keçirilir? Çətinlik səviyyəsi nə qədərdir? Və səhv eləmirəmsə, adanın semestr arasında, yəni digər dövlət universitetindən müəyyən qədər fərqi var. Onlar haqqında da biraz məlumat verərsiniz. İmtahanlarımız necə keçirilir? Təbii ki, bu ümumi imtahan sistemimiz var. Müəyyən vaxtlar ərzində semestr bitənə yaxın bizə cədvəl göndərilir ki, imtahanlarınız bu tarix, bu tarix, bu tarixdə olacaq. Artıq biz bilirik və düşünürəm ki, imtahanlar arasında böyük bir vaxt məsafəsi olmur. 3 gün, 5 gün bu aralıqlarda olur. Digər dövlət universitetləri ilə müqayisə etsək. Onlarda səhv etmirəmsə 1 həftə olur bu aralıqlarda. İmtahanlarımız müəllimin dediyi qayda olur. Bəzi dərslərimiz var ki, ümumiyyətlə final imtahanlarımız və yaxud da midterm imtahanlarımız olmur. Bu bir növ proyekt tipli olur. Biz layihələr üzərində çalışırıq, müəllim ona əsasən qiymət verir. Amma əksəriyyət dərslərimiz grade based, yəni qiymətlə bağlıdır. Hansı ki biz o imtahanlarda müəllimin təbii ki edirəm. Bu artıq bizə verdiyi üsuldur. Ya kağız formatında, ya da elektron formatda olur. Mənim özümün şəxsi təcrübələrindən deyim ki, mən çox az şəkildə elektron şəkildə imtahan vermişəm. Əksəriyyət imtahanlarım yazılı şəkildə olub imtahanda və imtahanlar keçdiyimiz bütün materialları əhatə eləyir. Midterm imtahanları başlayandan semestr ortasına qədər, final imtahanları isə bütün semestri əhatə edir. Və düşünürəm ki, çətinlik səviyyəsi də fənlərdən fənə doğru dəyişir və yəni oxumaqdan asılıdır. Nə qədər yaxşı oxusaq, o qədər yüksək nəticə ilə keçəcəyik. Bir də sizdə ümumiyyətcə ikinci semestr məsələn hansı tarixdə başlayır və birinci semestr hansı tarixdə bitir? Adətən adanın deməli dərsləri sentyabrda nəzərdə tutulur. Biraz digər universitetdə erkən başlayır. 1 həftə, 10 gün bu aralıqlarda. Bitən zaman da erkən bitir. Hardasa dekabrın 20-si artıq bizim semestr yekunlaşır. Ondan sonra imtahan periodu başlayır. Bu da yanvara qədər çəkir. Bəzi tələbələr var imtahan dekabrın 25-i bitir. Bəziləri var yanvarın 5-i bitir. Təbii ki, bu fənlərdən və müəllimlərin verdiyi cədvəldən asılıdır. Yeni semestr isə yanvarın 21-i başlayır. Hardasa bizim dekabrın 20-sindən yanvarın 21-nə qədər 1 aya yaxın tətilimiz olur. Yanvarın 21-i semestrimiz başlayır. Mayın 20-si bu aralıqlarda bitir artıq semestr. Yəni dediyim kimi, bu mayın axırına qədər imtahan periodu çəkə bilər və bitir iyunun 1-i artıq demək olar. Ondan sonra yenidən 3 aylıq tətil. Yəni digər universitetlərlə müqayisə eləsək, bizim tətil müddətimiz biraz artıq olur.